İsmi Əzəm barədə bir neçə dəfə danışmışam. Ən çox soruşulan budur ki, internetdə çox sayda İsmi Əzəm duası var. Hansı doğrudur? Bunu biz, əzizlər, hacət namazları, nə bilim, ruzi dualarından da aid edə bilərik. Bunun çoxluğu bu barədə vahid və tək, aydın bir şeyin bildirilməməsidir. Mənim əzizlərim, İsmi Əzəm Allahın ən əzəmətli adı deməkdir və bu gizlidir. Kimsə deyə bilməz ki, bax budur, bundan başqası da deyil. İsmi Əzəm mövzusu çox incə, dərindən dərin və çətin bir məsələdir. Sual budur, bu İsmi Əzəm dediyimiz bir sözdür, yoxsa bir məna, bir haldır, yoxsa bir məqam? Bəlkə də elə hamısının, həm sözün, həm mənanın, həm də halın bir yerdə cəmidir. Heç şübhəsiz ki, Allahın bütün adları Əzəmdir, yəni ən böyüdür. Amma məsələ burasındadır ki, o adı çağıran kimdir? Hansı halda və hansı məqamdadır? Bu belə deyil ki, sən bir şeyi tapasan və onu sağa sola öz məqsədlərin üçün istifadə edəsən. Belə şeylər ləyaqətli kəslərə qismət olur. Bəlkə o kəslərə qismət olur ki, onlar bundan öz məqsədləri üçün istifadə etməzlər. Rəvayətdə deyilir ki, İsmi Əzəm 73 hərfdən ibarətdir və onun cəmi bir hərfi Həzrət Süleyman Peyğəmbərin vəziri Asəfi bin Bərxiyada olub. Quranda oxumusunuz yəqin. Səba kraliçasının taxtını Süleyman Peyğəmbər üçün bir göz qırpımından da tez bir zamanda gətirdi. Belə də qeyd edilib ki, İsmi Əzəmi müəyyən etmək üçün bəzi zikirlər, dualar və ayələr var. Əgər kimsə bunları oxusa, İsmi Əzəm ona nəsib olar. Amma o da var ki, kimsə o duaları oxuyar, amma yenə də İsmi Əzəmi dərk eləməz. Hər bir halda İsmi Əzəm fərdi bir məsələdir. Onu ya Peyğəmbər, ya imam, ya da Allahın böyük dostlarından, yəni övliyalardan biri kiməsə əta edə bilər. Təbii ki, bundan xəbəri olanlar da danışmaz, susarlar. Təsəvvürünüzə gətirin, belə bir şey hər kəsin əlində olsa, nə böyük xaos olar. Kim nə istəyir, öz məqsədləri üçün, hətta pis məqsədləri də ondan istifadə etməyə başlayarlar. Zikr əhli olan böyüklər buyurublar ki, Allahın adlarını Ya Hayyu, Ya Qayyum, Bismillahirrahmanirrahim, Selamun qavlən min Rabbirrahim və Həşr surəsinin son 4 ayəsində axtarmaq lazımdır. Əlbəttə, bu yenə də ehtimal olaraq qalacaq. Tanınmış ariflərdən biri buyurub ki, İsmi Əzəmin müxtəlif dərəcələri var. Bəzən elə bir hal olur ki, o ada sahib olan şəxs diqqətini cəmləyən kimi ona çatır. Qısası, Allahın bu uca adı nə bir hərflədir, nə də bir kitabla. Onu ancaq layiq olan şəxsə öyrədirlər.